Herkese selamlar dostlar. Bugün yine girmiş olarak kalsimetörde yok. Biraz автопart tapşırıqlar yaxab. Ne kadar vaxt автопart tapşırıqlarını oynamıram. İlk necə bir dənə başlayaq, bu dənə belə girməyi. İnşim yəni çünki çox da girmirəm abi. Автопart tapşırıqlarını bu oyuna. Deyim biraz girim olaraq bir vaxt olsun. Bəlkə illər sonra yenidən bir автопart tapşırıq eləyirik. Ən son nə vaxt eləmişdim, onu bilmirəm yəni. Hadi eləyək biraz. Vaxt qalsın da bu işə. Bu 18.000 verir. Çırpmaq istəmirəm ha, heç kimsəyə çırpmayım çaşıb. Ay dur. Qalaba niyə çıxırsan hala? Növbəti sinirləməyə gedək. Adamdan da çıxmayıqdı yəni. Ay dur, hara gedirsən? Biraz da maşınlar da almalıyıq. Ən qısası da maşınlar da alınmalı da. Ha, arxaya bir şey taxdıq. Bunu nə deyirlər ha buna? Romark deyil, nə deyirlər? Biz nə deyirik Azərbaycanca? Ne, onu taxdıq. Arxamızdakı Allah bura gəlir o, ha. Hadi. Oldu. Gördünüz yəni bu qədər də asan deyilmiş. Avtopart tapşırıqlarını eləmək gözümüzün içinə baxdıra asan da olmağa başlayırdı. Səhər saat 7-də çəkirik hələ ki. Ne vardı ola? O neydi? Takla attım bildiğin. Bu başını denemek zor da. Bu sefer de 4 defa parçalayacaq. Bir yere 4 tane. 4. Hani bir yerde kalsan deyirəm səndə. İndir maşını soxuruq bura. Yetti dəqiqədə vaxt verdi. 7 dəqiqədə bu tapşırıqları eləsək anca bitər. İkinci parkdır bu da. O birisi park yerimiz de burada bir yerdeydi.
Hayda. Dur oradan giremezdim ki. Buradan dolanım. Ay. Ya həmişə bura gələndə donur ya oyun. Ola bir dənə çarpışma haqqım qaldı. Axırıncı o bəlalı yerə gedir o. Ha, bilirəm. Buranı, bu tapşırığın axırını bilirəm. O daşlıq yol oraya, oradan girib elə. Nə alacağam ki? Ən çətin yerə gəldik. İndi mən buranı hay nə buranı getişanı dur. Dur buranı getişi oradan başlayır. Arxadan belə dolan. Buranı getişi buradandır. Ona bir yerə çırpma nə olar, heç bir yerə çırpmayaq. Ay sənin. Çırpdıq. Alıdı nə gördüyümüş. Bəzən də çox çətindir ha. Ya çırpma da. Bu da avtopark tapşırığıdır. Görsən mənə tərcih edir. Bayaq o daşlığa özüm çırpdım niyəsə. Bir dənə bildim ki, tezliklə qutarar, amma çırpdım elə birbaşa. Ay dur bura çırpma. Ay. O çırpasıydım azıcık ola. Azıcık ola çırpasıydım. Qoyaram bu ki çırpa. Ya maşın sən niyə burada qəza edib burada dayanmısan? Allah aşkına. Bax burada çırpmışdım. Bu səfər də daha qorxu var içimdə. Şəram mənim pitdən çırpa bilərəm. Burada qazandıq. Yəni 2 dəqiqədən bir reklamın başlamağı nə səbəbi var ki? Dəqiqədə bir yol çırpırıq ya la. Nəş bir dur polislə işdə dur elə. Boşuna vaxtımızı alacaq. Ay dur qabağımda da bir dənə polis var. Ay yerdə bir dənə polis var. Oyda. Ay yerdə bir dənə polis var.
Sən bir dənə bizə yol ver də biz keçək. Ya nə ola biraz tez get. Əvvəla bu tez gedir axı. Ancaq sən necə var o dayanmısan? Bu birinci park idi. Növbətisinə keçmək istəyirəm, amma hər an çarpa bilərəm bir yerə. Benzinliyin yerinə doğru gedirik. Yamıq var dedim, dayan belə dayansın. Hə, oldu. Gəl bunu taxdıq arxaya. O yan. Biz bunu da plaj elədik, yəni minlərcə bəlkə də adam bunun arxasını taxdırıb gəzdirir də biz niyə eləyəm? Mən niyə eləyəm biləm ki bunu? Nə qədər səfər bunu arxama taxmağa çalışdım. Olmadı. Əvvəllər eləyirdim bu işi, yaman eləyirdim mən də. Rəngən çırpacağım bir yerə, dur. Önündə. Maşın gəl bura, gəlsin. Gəldi, Priora gəldi arxaya, oho. Heç yerə çırpma İslam. Sakitcə gedə bilər. Heç yerə çırpmaya ala. Sonuncu park yerinə doğru gedirik. Oranı deyim. Dur, işıqlara çırpasıydım, dur. Dur. Bazen elə sürürlər ki, hər an yəni bir yerə çarpma ehtimali var da. Bir an burada belə fotoğraf alaq elə ki. Məncə əla idi. Bugünkünü də belə bitirmiş olduq. Yəni nə qədər vaxt tam belə tapşırıq eləməmişdik. İlk dəfə oldu. Bugünlük məndən bu qədər. Davam edəcək bu kar silmətlə sonraki videolarda görüşmək üzrə.